Herkese salamdasa kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video içerisinde ve kanalı destek olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like atabilirsiniz. Hem için dostlar Telegram kanalımıza her birinizi gözləyirəm. Telegram kanalımızın linki şərhlərdə olacaq. Burada səhmlər və kriptovalyutalar haqqında alış-satış siqnalları paylaşıram, xəbərlər paylaşıram. Həmçinin müzakirə qrupumuzda da müzakirə edirik bu deməli səhmləri və kriptovalyutalarda hər birinizi gözləyirəm. Dostlar, əgər bu videonu izləyənlər Telegram kanalında vardısa, dünən yatırım etdim. Luminar Technology adlı bir şirkətə və Telegram kanalında da paylaşdım. Deməli, şirkətimiz buradadır. Gəlin ilk öncə qısa xülasəsinə baxaq bu şirkətin. Luminar Technology lazer qısa adı ilə yazılır dostlar. ABB-dən deməli ala bilərsiniz bu səhmi. İlk öncə deyim, yatırım etmək və etməmək sizin qərarınızdır. Yəni yatırımlarınıza qazanc və ya zərərlərə görə yalnız siz məsuliyyət daşıyırsınız dostlar. Düzdür, bugünə qədər mən yatırım etdiyim və tövsiyə etdiyim heç bir səhəm zərər eləməyib. Yəni bunu sübutu ilə belə Telegram kanalında baxa bilərsiniz. Lakin yenə də yatırım etmək və etməmək sizin qərarınızdır. Bu öz öhdəliyinizdir. Deməli dostlar, ABB-dən səhəm almaq üçün deməli bu videoya baxa bilərsiniz. ABB-də necə səhəm almaq olar. Yəni çox asan prosesdir. Adını təkcə yazacaqsınız, investisiya bölməsində alacaqsınız və necə atmaqla investisiya hesabı short videosunda var. Kanalda girib baxa bilərsiniz. İlk öncə qısa xülasəyə baxaq. Luminar Technology lazer qısa adı ilə keçir dostlar. Lazer yazaraq axtarış edə bilərsiniz. Avtomobil və təhlükəsizlik sənayesinə yönəlmiş lidar texnologiyaları istehsalçıdır. Lidar texnologiyaları AEV adlı şirkətdə də yatırım etmişik. Orada da lidar texnologiyasına istifadə olunur. O da yaxşı şirkətdir, baxa bilərsiniz. Şirkət həm avtomobil istehsalçıları üçün də, həm də təhlükəsizlik, yəni kiber təhlükəsizlik sahəsində müəyyən məhsulları var dostlar. Yəni həm avtomobillər üçün, həm isə aeroportlarda məsəl üçün və yaxud mağazalarda, mollarda, iri ticarət mərkəzlərində təhlükəsizlik girişləri və s. yəni bu proqram təminatı və s. ilə məhsullar hazırlayır dostlar. Yəni bu kimi deməli məhsulları, proqram təminatlarını hazırlayır bu şirkət lidar texnologiyasına, lidar moduluna əsasən və həm də yarım keçici və lazer komponent biznesində inkişaf etdirir. Yəni həmçinin çip istehsalı biznesini qurmağa çalışır. Son 2 il ərzində də Volvo ilə əməkdaşlıq edib və yeni 2 məhsul Iris və Halo deməli məhsullarını istehsal edib dostlar. Gəlin şirkətin ilk öncə qrafika baxaq dostlar, sonra maliyyə hesabatlarına baxaq, sonra isə ümumi məlumatı keçir bu şirkət haqqında qısa xülasədən sonra təbii ki. Gördüyünüz kimi qrafik 98% dəyər itirib, yəni hal-hazırda ən aşağı nöqtədədir dostlar, ən aşağı nöqtə. Gəlin maliyyə hesabatına baxaq. 3 aylıq maliyyə hesabatlarında dostlar şirkət hər rüb qazanclarını artırıb, düzdür 2 dəfə gözləniləndən aşağı nəticə göstərir, 2 dəfə də gözləniləndən üst nəticə göstərir. Lakin hər dəfə maliyyə hesabatlarında bir-birini yenilədiyini, yəni qazancda çıxdığını görə bilərik dostlar. Son maliyyə hesabatı 14 noyabrda olacaq. Rübl hesabat, yəni daha doğrusu 3-cü rübl hesabatı 4 rübdən ibarətdir. 3-cü rübl hesabatı 14 noyabrda olacaq. Səhəm başına mənfi 0,98 USD gözlənilir gəlirləri. İllik hesabatda da gördüyünüz kimi dostlar 3 martda olacaq və axırıncı 2024-cü ildə göstərdiyi performansın 2 qatını gözləməyi nəzərdə tutulur dostlar. Bu çox yaxşı haldır. Yəni artıq bir neçə il sonra şirkət qazanca keçə bilər deməkdir bu. Borclarına baxaq dostlar, borc səviyyələrini illik olaraq borc səviyyələri hal-hazırda azaldıb dostlar. Həmçinin hal-hazırda nağd vəsaiti 84 milyon dollar civarındadır. Və gördüyünüz kimi dostlar, borclarını azaltması çox yaxşı haldır. Deməli, əməliyyat xərclərini azalda bilirlər, borcları idarə edə bilirlər və şirkəti az-çox döndürə bilirlər dostlar. Bu yaxşı haldır. Performansına baxır, görün, marj, yəni xalis marjı artır. Həmçinin gəlirləri də, xalis gəlirləri də artır ildən ilə. Həmçinin 3 aylıq gəlirləri də artmağa doğru gedir dostlar. Görürük ki, məsələn, birinci rübdə 18 milyon gəlir əldə ediblərsə, ikinci rübdə 15 milyona düşüb. Amma əməliyyat xərcləri, marketing xərcləri və s. yəni hansı ki, ümumi xərclər bölümünə aiddir, xalis gəlirə təsir edəcək dərəcədə gördüyünüz kimi 50 milyona yaxın azalma var, hətta 50 milyondan daha çox azalma var bu mənfidə, yəni artıq müsbətə doğru bir çıxış etmək istəyirlər dostlar. Proqnozlarda sat deyil, niyə? Çünki əslində bilməm, yəni sat deyənlər də var, yəni gördüyünüz kimi güclü sat deyənlər də var və al deyənlər də var, yəni proqnozlarda 2 dollar 64 sent, 4 dollar kimi nəticələr də var.
Lakin dostlar, baxaq nəticəyə baxsaq görərik ki, şirkət artıq hər il, yəni təxminlərdə gəlir qazanması gözlənilir. Bir sıra əməkdaşlıqları falan var. Gördüyünüz kimi 2028-də 448 milyon dollarlıq bir gəlir gözlənilir. Yəni yaxşı haldır. Və əgər hər dəfə, bir neçə dəfə daha doğrusu üst-üstə proqnozları keçərsə, şirkət böyük ehtimal 2027-28-ə gəlirə belə keçə bilər dostlar. Yəni deməli dostlar, belədir ki, 2028-də yəni bu gəlirlər gözlənilir. Mən də inanıram ki, Lider texnologiyası çox yaxşı texnologiyadır. Şirkətin ortaqlıqları da pis deyil, yəni yaxşı dərəcədə avtomobil ortaqlıqları var, aviasiya şirkətlərinin ortaqlıqları var. Bunu indi ətraflı deməli haqqında daha doğrusu yazdığım mətndə görə bilərsiniz dostlar. Gələk haqqında bölümünə görək ətraflı nə var bu şirkət haqqında. Deməli dostlar, məhsullar budur. Iris məhsulu var. Avtomobillər inteqrasiyonundan Lider həllidir. Volvo EX90 kimi modellərdə standart və ya seçim kimi yerləşdirilir. Halo adlı məhsul var. Daha kompakt, güclü Lider form faktor avtomobil tavanı şaut inteqrasiyaları üçün nəzərdə tutulub. Luminar Semi adlı bir cihazı da var ki, deməli bu lazer modul bölməsi alınması, Freedom Phonetics, Black Forex və Optogration kimi varlıqlar vasitəsilə lazer tip istehsalının gücləndirmə strategiyasıdır. Yəni müştəriləri və partnyorları budur ki, ən böyük görünən kommersial uğuru Volvo EX90 modelində Iris Lidar seçilmiş standart olması, yəni bu modeldə Iris cihazından istifadə olunması Luminar Texnology şirkətinin. Həmçinin şirkət həm müdafiə, aerospace və test simulyasiya sahələrinə də yönəlir. Bu da yaxşı haldır dostlar. Yəni müdafiə sənayesinə yönəlməsi onun gələcəkdə ABŞ Müdafiə Nazirliyindən dəstək və ya qrantlar alması ilə də nəticələnə bilər. Yəni bu da yaxşı haldır. Maliyyə vəziyyəti budur ki dostlar, nə var nə yox şirkətdə. Bu şirkətdə mən deməli dostlar Seç səhifəsinə baxdım. Yəni Seç ABŞ-da kriptovalyutalar və fond bazarlarına nəzarət edən bir qurumdur. Bu fayllarda dostlar məlumatlara baxdım. Nəticə nədir ki, 2025-də deməli son maliyyə göstəriciləri şirkət investor səhifəsində dərc olunan cədvəllərdə hələ də xalis hissələr verir, amma bəzi dövrlərdə fəlakətli olmayan əməliyyat nəticələri və bəzən də müsbət gross profit deməli məlumat verib, raportlayıb və son növlərdə gəlir artım və müəyyən yaxşılaşma siqnalları görünür. 2025-ci ildə likvidliyi yaxşılaşdırmaq üçün kapital əməliyyatları 200 milyon dollar kapital dəstəyi və 2026-cı ildə konvertible notlarının repurchase kimi addımlar atılıb. Yəni balansı möhkəmləndirməyə çalışıb dostlar, mənası budur. Son xəbərlər dedik ki, Volvo'nun EX90 modelindən deməli əməkdaşlıq ediblər. Yəni bu modeldə öz cihazlarını əlavə ediblər, satış ediblər. Həmçinin Halo və digər yeni məhsulların təqdimatı və partnerlik əməkdaşlıqları hazırlar. Luminar Semi strategiyası çərçivəsində lazer modulunun alınması, çip lazer biznesin böyütmə haqqında bir qərarlar qəbul edib, müdafiə və aerospace əlavə bazarlara giriş imkanı yaratmaq istəyirlər hal-hazırda. 2025-ci ilin yayında şirkət maliyyə strukturlarını yaxşılaşdırmaq üçün böyük kapital öhdəliyi və bəzi not repurchase əməliyyatları açıqlayıb. Yəni öz balanslarını və nağd pullarını yaxşılaşdırmaq üçün bir sıra işlər görüblər dostlar. O çox yaxşı halda həqiqətən şirkətin maliyyə vəziyyətini düzəltib. Görünür ki, komanda işləyir, şirkətin maliyyə düzəltməsini deməli yaxşılaşdırmaq üçün və həqiqətən də bu şirkətin maliyyə hesabatlarına belə güclü önəm verməsi onun gələcəyində parlaq ola biləcəyi haqqında məlumat verir. Yatırım etməmək sizin qərarınızdır. Videomu bəyəndisə like ata bilərsiniz, kanalı bəyəndisə abunə ola bilərsiniz. Sağ olun, salamat qalın, gələcək videolarda görüşərik.